Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Kəlam elmi dərsliyi 115-ci səs yazısı, səhifə 297, birinci sətir, mövzu qəza və qədər və tali və ixtiyar. Dedi ki, qədəriyyə məzhəbi deyirlər ki, insan məcburdur. Qəza və qədər, yəni insanın məcbur olması. Qədəriyyə termini iki antonim mənada işlənmişdir. Aşağıda qeyd edilib. Yəni, cah elə deyirlər, cah belə deyirlər. Bəzən Allahın qədərini cəbr bilirlər. Yəni, insan məcburdur. Qəza və qədər, qədəriyyə məzhəbi nəzərində, yəni ki, insan məcburdur. Bəzən də Allahın qədərini cəbri bilməyən ixtiyar mənasına bilirlər. Qərarı bir hadisi sən hökmü qəbul edirsən. Bir də məzhəbdir, cahlə cah belə deyir. Bu nə cür məzhəbdir? Buna görə, bilirsiniz niyə belə deyirlər? Baxın da o məzhəblərə, hərəsi bir söz deyir. Hamısı deyir, əl-açıq qılmaq namaz batilidir, namaz batildir. Amma özə 4-5 namaz qırırlar. Nə bilim, cah eləyirlər, cah bilirlər. Bunun kökü nədir? Kökü Peyğəmbər, əhl-i-beyt, hədislərin kənardan qoymaqlıqdır. Hər hansı bir alim adı ilə insanlara belə, əsl mənasını desəm, sırınan təbliğ edilən şəxsi böyük bir şəxs bilib Peyğəmbərin üstün qəbul etməlilik. Bəs nə cür sən əhl-i-beyti qəbul edirsən ki, onların heç bir hədis söyləmirsən? Niyə Peyğəmbər hədisi olduğu halda gedib müəyyən kimliyi bilinməyən şəxsi alim kimi qəbul edib, onun sözünü qəbul edirsən? Peyğəmbəri qəbul edən, əhl-i-beyti qəbul edən, bax hədislərinə, orada yazır ki, insan nədir? Məcbur deyil ki, o nəyə qəbul eləmirsən? Qədəriyyə, deyən şəxsin adıdır, adam qoyub qədəriyyə. Bir adı cəhimdir, adam qoyub cəhmiyyə. Oxuyacaq onu biz. Adlarına oxu məzhəb çıxarıblar. Bu nədir bu? Bu nə İslamdır? Sizə bu haqqı kim verir ümumiyyətlə? Hamısı kim ki onun banisidir, onun adına götürülür məzhəblər. Peyğəmbər nədir? Yalnız bir məzhəb haqdır. Hamısı nahaqdır. Buna görə hər bir tərəf, istər cəbir, istər ixtiyar, Peyğəmbərdən qədəriyyənin məzəmməti barəsində, bəli, danlanıb, hədislər var Peyğəmbərdən, qədəriyyə məzhəbinin pisliyir. Ki, belə bir şey yoxdur axı, insan məcbur deyil. Sən hansı haqla gəlirsən ki, insan məcburdur? Peyğəmbərsən, sən kitab gəlib. Mən Peyğəmbərəm, mənə kitab gəlib. Allah mənə Cəbraili göndərir, mənə vəhi göndərir. Deyir ki, insan ixtiyar sahibidir. Onun üçün ayə göndərir Quranda. Sən insan ixtiyar sahibi deyil. Bu nə dindir, bu nə məzhəbdir? Birinci sətir, səhifə 297, 115-ci dərs. Oxuyaq. Bizim buna qısa cavabımız nəyə? Nəyə cavabımız? Ya biz mövzu bilək ha, əzizlər. Tali ixtiyar məsələsi, qəza və qədərin məcburi mənada yozulmasına cavabımız budur ki, elmi qəza və qədərdə insanların əməlləri qeyd şərtsiz şəkildə yox, bütün xüsusiyyətləri ilə birlikdə əks olunur. Bu xüsusiyyətlər misal olaraq əməllərin ixtiyarlı olmasını, insanın iradə və qüdrətinin əməllərinin baş verməsində təsirini göstərmək olar. Yəni, insan qolu işləyir, gözü işləyir, harasa addım atır. Kimsə bunun əlinin əyağından tutub məcbur bunu addımladır. Quran deyir ki, İnsan surəsində əvvəllərində biz insana yol göstərdik. İstərsən şükürləyən bəndə ol, istər naşükür ol. Bu ayə açıq-aşıq neyi bilir əzizlər? İnsan ixtiyar sahibidir də. Beləliklə, Allah Taala əzəldən, yəni əvvəldən bilir ki,
insan öz ixtiyari vasitəsi ilə hansı əməlləri yerinə yetirəcək? Necə valideyn övladı çox gözəl tanıyır? Bilir niyə meyillidir bu? Hələ bu adi insan da ha, bu qədər bilir. Övladı barəsində bu qədər məlumata malikdir. Müəllim də həmçinin bilir. Allah bilməyəcək. Necə olur Allahın bilməliyi insanın bədbəxtliyinə səbəb olur, amma valideyn bilirsə övladı o bədbəxtləmir. Hələ özümüz müəyyən bir şey bilirik yaxınımız barəsində, tələbəmiz barəsində, dostumuz barəsində. Və o şey də olur. Biz onu elədik. Bilməliyimiz elm nə vaxtdan məcburiyyət mənasında olur. Allah bunu əvvəldən bilir ki, insan öz ixtiyarı ilə vasitəli hansı əməllər yerinə yetirəcək. Belə olduqda Allahın elmi və qəza və qədər insanın ixtiyarını nəinki istisna etmir, hətta onu təsdiq edir ki, insan ixtiyar sahibidir. Bir sözlə, Allah hər hansı bir əşyanın bütün xüsusiyyətləri ilə birlikdə ondan işin necə baş verəcəyini bilir. Valideyn övladı var. Bir belə mənim övladım hansı yeməyə meyillidir. Hansı yeməyə məsələn nə cür xoşlayır. Duzlu olanda yeməyəcək. Məsələn, sulu yemək olanda uşağım bunu yemir. Övlad bunun da axı. Bəllidir onun xüsusiyyətlərinə. Mən bir yediydim, neçə il bundan öncə xeyri işlə, Kəbinkəslidə. Orada bir oturmuşlar, hamısı qohumlar, bacı qardaş vardı orada. Deməli, bacı götürdü, məsələn bir hansısa şirini idi, götürdü, dadına baxdı, dedi ki, qardaş, sən yeyəndən deyil bu. Dedi, bacı, mən yeyəndə, dedi, yox. Baxdım, sən yeyəndən deyil. Yəni, qardaşının xüsusiyyətinə bu bacı malikdir. Bilir mən qardaşım necə məsələn şirini xoşlayır, çox şirinlisə. Məsələn, misal vuram da, çox şirinlisə, hə, mən qardaşım bundan yeyə bilməyəcək. Adi bir insan, baxın, müəyyən cəhətdə xüsusiyyətlərdən məlumdur, bilir. Hətta daha çox dərindən tanıyanlar var. Ailədir, bacı qardaşdır, dostdur. İndi Allah gör nə qədər ətraflı biləcək barəmizdə məlumat. Necə eləyəcək, nə cür eləyəcək? Məsələn, mənim hadisə olur. Deyir ki, mən məsələn tanıyıram mən qardaşımı, məsələn və ya yoldaşımı. Bu eləməz. Heç vaxt bu addımı atmaz o. Kimdir? Səhvdir. O qədər dərindən tanıyır. Necə, nə cür bu halda bu adam söz deyə bilər. Mən məsələn, bacım bu iş eləməz. Odur ki, şuursuz və ixtiyarsız varlıqlardan, məsələn, şuuru yoxdur da və ixtiyarı yoxdur. Məsələn, istilik. İstiliyin səbəbi olan ot. Odun şuuru var? Yox. İxtiyarsızdır da bu. Yanmır ki öz-özünə. Nəsə olur ki, yanır da bu. Ya bunu yandırır kimsə, ya da müəyyən bir hadisə olur, bu yanır. O desin ki, mən yanmaq istəyirəm. Yoxdur ki, elə. Nəsə olur, bu yanır. Bax, bu od nədir? Od səbəbində nəticədə nə olur? İstilik. Bu od şuursuzdur. Düzdür? Yəni, şuuru olmadığı üçün, məsələn, Allah eləməsin, hər hansı bir evdə hadisə olsa, bir ev yananda, demir ki, hə, məsələn, evdə, məsələn, bunu yandırmayım, bu gələcəyə lazım olan bir, məsələn, deyək, əşyadır. Hə, bu bilsin yandırım. Elə şey yoxdur ki onda. Və uşağı yandırmayım, körpədir, bələddədir, özü müdafiə edə qaça bilmir. Amma böyük yandırım. Yoxdur axı bunda şuur və onu elə yandı vəssalam, baxmır kimdir, necə nə cür insandır, nə cür bir şeydir. Hamısı məhvili yandırır. Şuur olmadığı üçün. Və ixtiyarsızdır. Özünə yanmır. Nəsə olur ki, yanır bu. Düzdür? Bu od. İşlərin ixtiyarsız baş verəcəyini bilir. Yəni Allah Taala hansısa bir odun
müəyyən zaman və məkanda ixtiyarsız şəkildə istili yadacağını əvvəldən bilir. Allah bilir ki, bu odun yanması bunluq deyil. Od özünü yandıra bilməz. Bunu Allah əvvəldən bilir. Amma əgər iş görən şuurlu və ixtiyarlı olarsa, bu halda qəza və qədər obyekti şəxsin azad şəkildə seçimidir. Evdə işıq sönəndə lampa yandırırıq. Məsələn, onun bir nöötü olur, nə bilim, bir içində onun parçası olur, düzdür. Bu lampa yanır. Nə vaxta qədər? Kimsə bunu söndürsə, sönəcək. Və yaxud da qapı açıldı, çöldən içəri külək gəldi, bu sönəcək. Yəni, insanın qəza və qədəri, bax, bu gözəl misaldır ki, zihnimizdə qalsın. Bəzən müəyyən bir amillər səbəb olur. Yəni, bu öz-özünə gəlsin, sönsün, öz-özünə. Nə vaxt sönə bilər? Ya, məsələn, nədir bu? Neftdir, benzindir, o qutara bilər. Müəyyən bir amillər var ki, bəzən insan bax, belə ömrün belə məhv eləyirlər. Yəni, insan o amillərə düçar olmasın ki, öz bu həyat işığını söndürməsin. Ya özü lampanı söndürür, yəni özü öz həyatına qənim kəsilir. Ya da kənardan nəyəsə olur. Bəzən insan özün də müəyyən bir səhv olur ki, kənardan müəyyən bir şəxs buna zərər yetirsin. Məsələn, deyək, pis olan dostları. Fiili qəza və qədər məsələsində də buna oxşar cavab vermək olar. Bəndələrin əməllərinin baş verməsində Allahın fiili qəza və qədəri birbaşa yox, səbəblər vasitəsi ilə və səbəbiyyət qanunu çərçivəsində təsir göstərir. İnsanın iradəsi və ixtiyarı da azad əməllərin səbəblərindən biri olduğu üçün qəza və qədər insanın iradəsi və ixtiyarı yolu ilə öz təsirini göstərir. İnsan ixtiyar sahibidir, bəli. İxtiyar sahibi olduğu üçün bunun həyatına bu qədər belə hadisə baş verir də. Allah əvvələn bilir bu şey olacaq. Çünki bu o yaradıb, düzdür. Və belə getsə belə olacaq bu adam. Nəinki Allah bu adam həyatını bədbəxt və məhv eləyib. Beləliklə, azad əməllərin keyfiyyətlərini və xüsusiyyətini təyin edib, o əllər nə? Fiili qədər. Onların gerçəkləşməsini zəruri etmək artıq fiili qəza oldu. Yəni, hökm verildi. Nəinki ixtiyar rədd eləmir, əksinə ixtiyarladır və onun vasitəsilə təsir göstərir. İnşallah bizim 116-cı dərsimiz olacaq. Bu barədə ayə və hədis də olsa inşallah hədislərdən. Allah inşallah zihnimizi açıq eləsin. Amin. Allahümmə salli ala Muhammedin və ali Muhammed və accil fərəcə.